Hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün 14-12-2025-ci ildə ÖTK-nın 9-cu siniflər üzrə keçirdiyi buraxılış sınaq imtahanının izahını verəcəm. Gəlin suallarımıza baxaq. 56-cı sualımızda choose a correct variant. Burada bizdən düzgün variantı istəyir. Sualımıza baxırıq ki, görür ki, nədir? Artikel mövzusuna aid olan nədir? Sualdır. Biz bilirik ki, sayılan cəm isimlərin qarşısında, yəni artikeldən istifadə edə bilmərik. E var, M var, E var. Deməli, yəni artikel işlənib, sayıla bilən cəm isimlərin qarşısında, yəni artikel işlədə bilmərik. Ona görə bu variantlarımız çıxır. Düzgün cavabımız nə qalacaq burada? B variantı. Çünki artıq burada brush sözünə birinci dəfə danışıb, ikinci dəfə həmin bildiyimiz kimi şəxs və əşya haqqında danışda biz nə veririk? Müəyyənlik artiklı Z artiklından istifadə edirik. Çünki əşya və şəxs nədir? Bizə müəyyən olduqda Z artiklından istifadə edirik. 57-ci sualımıza baxırıq. Jessica didn't call. Cümləmiz nədir? İnkardadır. Bir sadə cümlədə iki inkarlıq ola bilməz. A, D variantları avtomatik çıxır. Sam və samın törəmələri harda işlənir? Təsdiq cümlələrində işlənir. Ona görə düzgün cavabımız nə qalacaq burada? Anybody Y variantı. 58-ci sualımıza baxırıq. Diana üçüncü şəxsin təkində qadın cinsinə aiddir. Güzgüdə kimə baxa bilər? Özünə baxa bilərdi. Ona görə burada nə istifadə edəcək? Düzgün cavabımız olacaq herself A variantı. 59-cu sualımıza baxırıq. All the students did. Student sözü burada cəmdə olduğuna görə boşluqdan sonra nə gəlib? Boşluqdan sonra isim gəldiyinə görə bizə nə lazımdır? İsimlə işlənən yəlik əvəzli lazımdır. Hers isimsiz işlənən yəlik əvəzli idi. Zen burada obyekt əvəzli idi. Burada student sözü üçün şəxsin cəmində olduğuna görə it's-dən istifadə edə bilmərik. Him şəxs əvəzlərinin obyekt aldı. Y variantı ola bilməz. Düzgün cavabımız nə qalır burada? Z-yə C variantı. Okay, she answers the questions. Burada nə olacaq cümləmiz? Deməli, cavab vermək burada deməli zərflə təyin eləyəcək, correctly olacaq. Sim görünməkdir. Burada nə ilə? Bunlar linking verbsdir. Bunlar nə ilə təyin olunurdu? Deməli, adjektivlə sifət olacaq, happy olacaq burada da. Düzgün cavabımız nə qalır burada? C variantı. Okay. Deməli, 61-ci sualımızda choose a line of nouns. Buradan bizdən isim istəyir. Mal sifətdir. Düzgün cavabımız burada qalacaq ability, cousin, shelter. B variantı qalır düzgün cavabımız. C-də private sözü deməli sifətdir. Essential sözü sifətdir. Perfect sözü sifətdir. Ona görə bu variantlarımız çıxır. Düzgün cavabımız nə qalır burada? B variantı. 62-ci sualımızda choose a correct variant. Burada bizdən düzgün variantı istəyir. Zizdən sonra gələn ismi yəlik nətər düzəlir? Apostrof S-nə, yəni zizdən sonra gələn ismimiz nədə olmalıdır? Təşlər. Bir ola bilməz. Ad və soyadların qarşısında Z artiklı varsa bütöv bir ailəni təmsil edir. Apostrof S-dən sonra olur. Yəni cəm şəkilçisi qəbul edir. Yəlik nə ilə düzəlir? Apostrofla. 2 doğrudur. Mr. Mrs. varsa deməli yəlik apostrof S-lə düzəlir. 3 doğrudur. Zizdən sonra nətər isim gəlməlidir? Cəm isim. Apostrof nədən sonra olmalıdır? S-dən sonra. Ona görə düzgün cavabımız qalır 2-3 C variantı. 63-cü sualımıza baxırıq. Choose a correct variant. Burada bizdən düzgün variantı istəyir. Şuqa bilirik ki, sayılmır isimdir. Sualımız da nəyə aiddir? Quantifiers mövzusuna aiddir. Yəni kəmiyyət göstəricilərə aiddir. Fi-dən sonra cəm isim gəlir. Many-dən sonra cəm isim gəlir. F-dən sonra cəm isim gəlir. Elotumuzun of-u yoxdur. B variantı ola bilməz. Cavab nə qalacaq burada? D variantı match. Matchdan sonra bilirik nətin isim gəlir? Sayılmayan isim gəlir. 64-cü sualımıza baxırıq. Choose a correct variant. Burada bizdən düzgün variantı istəyir. Sualımız da aiddir sifət, sifətin dərəcələrinə, yəni sifət mövzusuna aiddir. In my life dersə, in sözünü varsa nəyi seçirdik biz? Deməli, sifətin üstünlük dərəcəsini seçirdik. Sözümüz də çox hecalı olduğuna görə qarşısında nə işlənəcək? The must. Düzgün cavabımız nə qalır burada? C variantı. 65-ci sualımıza baxaq. Choose a correct variant. Bizdən burada nə istəyir? Düzgün variantı istəyir. Okay. Bilirik ki, əgər cümləmizin mübtədası cermlə təyin olubsa, xəbər nədə olur? Təşlə. Xəbəri təşlə verib 1 doğrudur. Deməli, baxırıq 2-yə.
Burada da sözündən əvvəl gələn sözə baxırıq. Doktor sözü cəmdə olduğuna görə xəbər nədə verib? Cəmdə verib. Deməli 1-2 doğrudur. Members of this family. Xəbəri təkdə verib. Xəbər təkdə yox, cəmdə olmalıdır. Member sözü burada nədir? Cəmdə olduğuna görə. Ona görə 3 ola bilməz. 4-də yenə sözündən əvvələ baxırıq. The meal sözü təkdə olduğuna görə xəbərimiz nədə olmalı idi? Təkdə olmalı idi. Burada xəbərimiz nədə verib? Cəmdə verib. Ona görə düzgün cavabımız nə qalır? 1, 2, D variantı. Okey, 66-cı sualımıza baxırıq. Deməli, atak hücum etmək. Bura gələcək 1-ə B. To try to hurt or damage someone or something. B. 2-yə to improve inkişaf etdirmək. To make something better olacaq burada. 2-yə gələcək A. 3-ə də to feed yedizdirmək. To give food to a person or animal. 3-ə də gəlir nə? C. Düzgün cavabımız burada nə qalacaq? Y variantı. 67-ci sualımıza baxırıq. Virtual nə idi? Deməli, online bunun nəyi olacaq? Yəni, online şəkildə. Online da burada nədir? Onun sinonimidir. Burada B ola bilməz. A olmaz. D variantımızda deyil. Y variantımızda deyil. Düzgün cavabımız nə olacaq? Deməli, burada nə istəyir? Antonim istəyir. Deməli, virtualın da antonimi nə olacaq? Real sözü. Düzgün cavabımız qalır nə? C variantı. Okey. Choose a correct pair of synonym. Amazing and fantastic ola bilər. Deməli, similar, unlike ola bilməz. Possible, impossible ola bilməz. Bunlar nə idi? Antonim sözlərdir. Düzgün cavabımız nə qalacaq? Deməli, 4 ola bilər. Terrified, qorxmuş. Bir dənə frightened, qorxmuşdu. Bu da 4 ola bilər. 1, 4. Bir dənə 5 ola bilər. Delighted, bir dənə pleased. Hər ikisində nədir? Məmun deməkdir. Məmun razı. Düzgün cavabına qalır 1, 4, 5. Read the short text and choose the correct variant. Biz də nə etməli? Burada short textləri oxuyub düzgün cavabını tapmalıyıq. We have fun thing for children to the after school. Our classes include games, in-game, cooking, football, basketball, chess. The class are at primary school. You can find more details on social media. Baxa görə burada düzgün variantı istəyir bizdən. The classes are before school. Xeyr, məktəbdən sonra idi. The classes are during school time. Yenə məktəbdən sonra deyirdi. B variantımız olmaz. The classes are at the secondary school. Xeyr, bura primary school deyirdi. C variantımız da ola bilməz. Children can only cook in the class. Xeyr, burada təkcə bişirmək deyildi. D variantımızda olmaz. You can get more information online. Burada da nə deyir? Sonuncu cümləmizdə deyir. Nədir? Bütün detalların harada? Sosial mediada nə edə bilərsiniz? Tapa bilərsiniz. Ona görə düzgün cavabımız nə qalacaq burada? Y variantı. Okey, baxırıq 72-ci sualımıza. Lily and Sophie like learning about indoor games, but they feel nervous because they have never played any games before. Their friends suggest them joining a cooking club, but they don't want to do it. Yəni, onlar bunu etmək istəmirdi. Gəlin görək burada nə olacaq. Lily and Sophie teach games to other students. Onlar heç vaxt oyun oynamamışlar. A variantı ola bilməz. Lily and Sophie enjoy indoor activities. Burada cavabımız nə olacaq? B variantı. Lily and Sophie want to join the cooking club. Xeyr, qoşulmaq istəmirdilər. C variantı ola bilməz. Lily their friends dostları təklif edirlər ki, nədir? Deməli, kluba qoşulsan, amma deyir, onlar bunu istəmirdi. Lily and Sophie can play all games very well. Xeyr, onlar nə idi? But they have never played any games before. Yəni, onlar əvvəl heç bir oyun oynamamışlar. Bax, burada var. Deməli, D variantımız da olmaz. Lily and Sophie are already very good at cooking. Elə bir cümlə də burada yox idi. Ona görə düzgün cavabımız nə olacaq burada? B variantı. 71-ci sualımıza baxırıq. Hi Sarah, how are you? I had a great weekend. On Saturday, I went to the zoo with my family. We saw lions, monkeys and elephants. On Sunday, I stayed at home and watched a movie. What did you do on your weekend? Burada nə idi ki, deməli, nə inirdi? Emily öz nə haqqında danışdı? Həftə sonu keçirdiyi vaxt haqqında Sarah'ya danışırdı. Sarah watched a cartoon. Sarah haqqında orada heç məlumat yox idi.
Emily went to the park. Parka yox, zooparka getmişdi. Sarah stayed at home all day long. Sarah haqqında məlumat yoxdur orada. Emily visited her grandmother. Grandmother'ın orada nədir, nənəsində baş çəkməyi yox. Nəyara getmişdi? Zooparka. Emily enjoy her weekend a lot. Yəni nə idi? Yaxşı həftə sonu keçirdi. Deməli həftə sonundan nə alıb? Həzz alıb. Ona görə düzgün cavabımız nə qalacaq burada? Y variantı. Okey, burada böyük mətn verib. Böyük mətnə də uyğun neçədən 5 dənə sualımız var. Deməli burada Dirk haqqında danışır. Dünyanın ən məşhur deməli ingilis pianisti haqqında danışır. He was born in 1979, earlier than expected, and this caused some health problem. Dirk became blind and has learning difficulties, but he has special talent. He is thoroughly musical genius from a very young age. Drake showed great interest in music. He started playing the piano at the age of 2 and the age of 9. He performed in the first concert in London. Mətni tam olaraq axıra qədər oxumuram. Gəlin suallarımıza baxaq. Okay, 72-ci sualda choose a correct answer to the question according to the passage. Burada mətnə uyğun bizdən düzgün sual istəyir. Why is Drake called the musical genius? Burada onun cavabı var idi. Deməli, because he plays only classical music. A variantı yox idi. Because he teaches music to the children. B də ola bilməz. Because he plays music after hearing it once. Burada düzgün cavabımız nə olacaq? C variantı olacaq. O cümlə də burada mətnimizin içində var. Nəyə görə onu musiqinin dahisi adlandırırdılar? Baxın. Sadəcə bir dəfə eşitdikdən sonra. After hearing it just once, this ability call it being a musical genius. Yəni, deməli bir dəfə eşitməklə neyinirdi? Ya musiqi parçalarını yadda saxladığına görə nə saydılar onu? Musiqinin dahisi adlandırırlar. Ona görə burada düzgün cavabımız nə qalır? C variantı qalır. 73-cü sualımıza baxırıq. Deyir, mətn nə haqqındaydı? Burada da deməli olaraq a popular musician with problems. Yəni, məşhur nə? Musiqiçi nə problemləri ilə. Burada nə olacaq? B variantı. Yəni, orada nə Drake haqqında danışırdı? Bir də nə? Onun həyatda yaşadığı problemlər haqqında neyinirdi? Məlumat verirdi. Düzgün cavabımız qalacaq burada nə? B variantı. Okey. 74-cü sualımıza baxırıq. Deyir ki, Drake 19-cu əsrdə Germaniyada anadan olub. Əslində xeyr, Germaniyada anadan olmayıb. Həm də 19-cu əsr yox, 1979-cu il hara düşür? Düşür bizim 20-ci əsrimizə. He focused music notes after hearing. Deyir ki, nədir? Musiqi notlarını eşitdikdən sonra neynirdi? Yaddan çıxardırdı. Əslində orada deyir ki, bir dəfə eşitməklə neynirdi? Yadda saxlayırdı və buna da görə də onu musiqinin dahisi adlandırırlar. 1-2 olmaz. Avtomatik cavabımız nə qalır burada? 3-4 Y variant. His teacher supports him his daily activities. Burada doğrudur. He has performed in many countries. 4 dənədir bizim doğru cavablarımızdandır. Deyir ki, mətnə uyğun düzgün cümləni seçin. Also, Derek is blind and has learning difficulties. Yəni, nə idi? Baxmayaraq Derek kör idi. Nə idi? Sorry, kar idi. O nədir? Bütün çətinlikləri neynirdi? Öyrənirdi. Baxaq, görək, burada nə olacaq? He read music very well. Xeyr, hardan oxuya bilirdi? He works as a musical teacher. Deyir, nə kimi işlərdi? Musiqi müəllimi kimi işlərdi. He became a famous musician. Burada nə olacaq? C variantı olacaq. Deməli, baxmayaraq deyir, nə idi? O kör idi və nə idi? Onun öyrənmədə çətinlikləri vardı. O nə oldu? Məşhur musiqiçi oldu. Ona görə düzgün cavabımız nə qalır burada? C variantı. 76-cı sualımıza baxırıq. Burada mətnə uyğun səhv cavabı istəyir buradan. He is very good piano player. Bir doğrudur. Deməli, 2-də he read musical notes when he plays. Burada 2 yanlışdır. Deməli, 3-ə blind orada kör idi. Biz kar kimi dedik. Deafdir kar. Blind orada kör kimi idi. He had first concert at the age of 9. Bu da doğrudur. 9 yaşında nədir? İlk konsertini verib.
He never plays. Burada nədir? Edir heç vaxt nədir? Xeyriyyəçiliklə məşğul olmayan, imkansızlara kömək etməyib. Burada heç bir aidiyyəti yoxdur. Deməli 2-4 nədir? Burada yanlış cavabdır. Bir üstə bizdə nədir? Düzgün cavabdır. Bizdən nə istəyirdi? Səhvi istəyir. Səhv də nədir burada? 2-4. Bu qədər. Listening suallarına burada imkanımız yoxdur qulaq asmağa. Listening sualları da heç listening əlimizdə yoxdur deyə listening suallarına baxa bilmirik. Bu qədər. Sağ olun, salamat qalın. İnşallah ki, listening suallarını listening paylaşsalar, listening suallarında izahını verəcəm.